Qarageyimli adamların hər birinizə salamlar. Bugünkü mövzumuz vaxtı ikən mən elə bilirdim ki, motosiklet sürəndə mən hər şey bilirəm, bu işin professionalıyam. Və bu düşüncə mənə faydalardan çox zərərlər verməyə başladı. Və bugün də aramızda məni izləyənlərdən olsun, köhnə sürənlərdən olsun, bəzi dostlarımız var ki, elə bilirlər ki, hər şeyi bilirlər. Və bu səhvlər də mənə baha-başa gəlib. Birinci səhvimiz nədir? Qoruyucu geyimlər deyəndə burada böyük faiz insanın düşündüyü kimi mən də bir dənə kask taxmağı düşünürdüm. İnanın mənə, kask taxmaq işin sadəcə cərimələnməmək tərəfidir. Bura daxildir yaxşı qorumalı əlcəklər, bizim xüsusi geyindiyimiz şalvarlar, hansı ki popo və diz nahiyəsində qoruyucuları olur. Xüsusi qoruyuculu ayaqqabılar, botlar, qısa boğaz və ya uzun boğaz. Kurtkalar hansı ki yayda setka variantı olur ki isti olmasın, qışda isə dəri variantı olur ki soyuq olmasın və kürək qoruyucu, çiyin qoruyucusu, bu gördüyünüz nahiyə qolumuzu qoruyan qoruyucularla təmin olunmuş kurtkalar. Daha sonra bizim kaskamız, yəni bunlar kompleks şəkildə qoruyucu set gedir. Siz də düşünməyin ki, ancaq yuxarı sürətdə motosikletdə qəza olur. Qəzaların 50-60%-i 50 km sürətə qədər olur. Yəni o aşağı sürətlərdə insan daha çox arxayınlaşır. Gedirəm çörək alam, kaska taxmayacam, əlcək taxmayacam. Bu bəhanələr vasitəsilə həmənki gün hansı geyinməmsən o gün qəzaya düşürsən. İkinci mövzumuz texnikanı yaxşı tanımamaqdır. Yəni insanlar yeni təlimi bitirir, qutarır, bitirəndən sonra təlimdə nəticəsi yaxşıdır deyəlim və yaxud indi özü üçün yıxıla-yıxıla öyrənir və gedir bir dənə yaxşı texnika alır. Bu texnika ya sürətli olur, ya ağır olur, ya biraz daha ləng, hantal bir motosiklet olur və o adam oturur 125 kubdan, 150 kubdan birbaşa keçib, məsəl üçün 500-600 kuba və birbaşa oturub eyni qaz reaksiyasının 150 kuba verdiyini 500 kuba verməyə çalışır. Eyni tormuzu verməyə çalışır. Elə ola bilməz. Siz texnikaya adaptasiya olmalısınız ki, sonraki mərhələlərdə motosikleti sürən zaman güvənli şəkildə sürəsiniz. Və motosiklet sürən zaman adaptasiya olduqdan sonra belə arxain olmamaq lazımdır. Texnika, yəni motosiklet bir zarafat deyil, bir oyuncaq deyil, yəni bir, belə deyim, zarafata gələn bir mövzu deyil. Üçüncü, dönüşlər, döngələrdə arxain olmaq. Məsəl üçün, qorxmaq, yəni arxain olmaqdan başqa qorxurlar, gəlir döngəyə girəndə qorxur, qazı bağlayır, açır, qabaq tormuz verir, anidən motosikleti əyir. Döngədə bir nömrəli qaz qanunu. Kate kodun dediyi kimi, qaz döngənin girişində bir dəfə açılır, döngənin çıxışına qədər, tam çıxana qədər bir dəfə açılır, yumuşaq və səlqəli şəkildə artıraraq döngədən çıxırıq. Döngədə baxış önəmlidir. Dördüncü, özünü sübut etmək, özgüvən əskikliyi. 3 gündür, 5 gündür motosiklet sürən biri və yaxud da 1 ildir, 2 ildir sürən biri hansısa bir çevrə kuruğuna düşür, qaz verir, nə bilim, muftanı buraxıb qabaq qaldırmaq istəyir, nəsə eləmək istəyir və yaxud da yuxarı sürətli gedirik, məni keçməyə çalışır. Kimləsə yarışmağa çalışır. Qardaş, eləməyin, özünüzün rəqibi özünüzsüz. Bu texnika limitin qədər sürməyi sevir. Yəni, sən nə bacarırsan, o qədər sür. Bu texnikada limitlər zorlanır ancaq boş ərazilərdə. Gedib, buradan uzaq yollara çıxıb, bacarmadığınız şeyləri yoxlamayın. Sonra xəbər gəlir ki, filan kəs düşüb avariya, qol sınıb, ayaq sınıb, hər hansısa bir böyük bir faciə yaranıb. Ona görə limitiniz qədər sürün, özünüz də qıza, dostunuza, ona, buna göstərməyə çalışmayın. Bu videodan bu qədər. İnşallah sizə qısa-qısa məlumatlar ötürəcəm. Həmişə öz istədiyiniz həyatı yaşayın, heç kimə görə də heç nə etməyin.